Deməli, bugünkü bizim mövzumuz olacaq müəllimlər, metodik işin təşkili hissəsindən məktəbəqədər kurikuluma aid olan əsas terminlərin təsviri ilə. Məktəbəqədər kurikulumda bir çox terminlər var. Amma bizim qarşımıza çıxan və bizim üçün hər zaman belə deyim də, həm tərbiyəçi müəllimlər üçün, həm müdirələr üçün bir qədər çətinlik yaradan, çaşdırıcı olan məzmun standartları hissəsidir. Bura daxildir nələr? Deməli, məktəbəqədər kurikulum hissəsinə əsas terminlərinə. Məzmun standartları, məzmun xətti və inkişaf sahələri üzrə olan məzmun standartları, alt standartlar, təlim nəticəsi dediyimiz məsələ, smart təlim nəticəsi. Yəqin ki, bugünə qədər bir çox yerdə eşitmisiniz smart təlim nəticəsi. Və həm də belə bir qaydamız var da, bizim bilirsiniz ki, məktəbəqədər təhsil qanununa görə, əgər məktəbəqədər təhsil müəssisəsində metodist yoxdursa, metodist ştatı yoxdursa, onu bağça müdirəsi əvəzləyir. Həmin işə bağça müdirəsi köməklik eləyir. Deməli, belə müəllimlər. Smart təlim nəticəsi də bizə vacibdir öyrənmək, ümumi təlim nəticələri də alt standartlarda. Bunların hamısına bugün müəllimlər bir-bir sadələşdirilmiş formada mən bunu götürmüşəm bizim məktəbəqədər təhsil kurikulumu sənədindən və ən sadə formasında izahını bugün sizə təqdim eləyəcəm həmişə olduğu kimi. Dərsdən sonra qeydi də göndərəcəm, PDF-i də göndərəcəm. Mütləq şəkildə izahdan sonra PDF-i də birə-bir oxuyun. Deməli, belə müəllimlər. Biz keçən səfər dərsimizdə kiçik bir təkrar eləyib yadımıza salsaq, biz nə keçdik? İnkişaf sahələrinə dair bir müzakirəmiz oldu, ona baxdıq. Sadə dillə izahını öyrəndik ki, bizim 4 dənə inkişaf sahəmiz var. Birincisi gəlirdi fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi. İkincisi idrakin inkişafı sahəsi. Üçüncüsü estetik və yaradıcı inkişaf və dördüncüsü sosial, emosional inkişaf. Bugün bu inkişaf sahələrini məhz bugünkü mövzumuzda yada salmağımın vacib bir, əhəmiyyətli bir tərəfi var. Niyə görə bu inkişaf sahələrini bir-bir yada salıram? Ona görə ki, müəllimlər, siz bilirsiniz ki, birinci növbədə bizə dövlət, biz bağça müdirlərinə, biz tərbiyəçi müəllimlərə belə bir qayda, qanun qoyub ki, məktəbəqədər təhsil müəssisəsi bir uşağı bu 4 inkişaf sahəsi üzrə mütləq şəkildə məktəbəqədər təhsil müəssisəsində, bağçada inkişaf elətdirməlidir. Bu, vacib dövlətin tələbidir. Və dövlətdə sonraki məsələləri verir bizə kurikulumda. Məzmun standartı olsun, alt standart olsun, təlim nəticəsi olsun, elə smart təlim nəticəsi olsun, ümumi təlim nəticəsi olsun, inteqrasiya olsun, fərq etməz. Bütün o məsələlərin hamısını, bax elə bu 4 inkişaf sahəsi üzrə, bir saniyə, bizdən tələb eləyir. Bizdən tələb eləyir ki, bu 4 inkişaf sahəsi üzrə biz digər işlərimizi quraq. Yəni, bu 4 inkişaf sahəsi bizim kök məsələmizdir də, yəni burada. İndi baxırıq, müəllimlər, biz nəyə? Deməli, birinci yadda saxlamalıyıq ki, məktəbəqədər təhsil kurikulumu sənədi nə əsasında qurulub müəllimlər? 10 əsasında qurulub deyə qoşulmaq istəyən müəllimə var. Bayaqdan bir saniyə. Kim idi? Aha. Deməli, belə. Tam ekranda görürsünüz də müəllimlər sənədi. Bəli, müəllim. Hə, əla, gözəl. Deməli, məsələ burasındadır ki, müəllimlər, siz açsanız o kurikulum sənədində ona aid bütün metodiki tövsiyə sənədləri var. O UNICEF-lə təhsil işçilərinin peşəkar inkişafı institutunun sənədləri, məktəbəqədər təhsillə bağlı olan Laləzar xanımın kitabları, hamısını ümumiləşdirəndə müəllimlər, alt standart üzrə, məzmun standartı üzrə, eləcə də təlim nəticələri üzrə, bütün məsələlər, bax mən burada sıraladığım bu 6 bənddə özün göstərir. Ümumiləşdirəndə və sadələşdirəndə. Daha detallı dərsin davamında izah eləyəcəm, amma diqqətimizi bir bura yönəldib, birinci bir bura baxaq ümumi. Deməli, belə müəllimlər, məktəbəqədər təhsil kurikulumunun məzmunu
standartlar şəklində ifadə olunub kurikulum sənədində. Yəni bizim 5 il ərzində uşağa nə keçəcəyimiz körpələr qrupundan tutmuş böyük qrupa qədər. Hamısı o alt standartlar kimi, məzmun xətti kimi, əsas standartlar kimi kurikulum sənədində ifadə olunub. Ora baxacağıq. Biz öyrədəcəyimiz məzmunu götür-qoy eləmək üçün, baxmaq üçün, onunla tanış olmaq üçün. Və məzmun standartları müəllimlər tərif olaraq desək, bağçaya gələn uşaqların qazanacağı məktəbə qədər təhsil müəssisəsində, bağçada bilik və bacarıq səviyyələrinə qoyulmuş bir dövlət tələbidir. Dövlət həmin məzmun standartlarını o kurikulum sənədində çap eləyib bizə verib ki, baxın bu sənədə müəllimlər və uşaqları burada göstərilən bilik və bacarıqlarla təmin eləyin. Və məzmun standartları gözlənilən ümumi təlim nəticələrini bizim üçün reallaşdırır, yəni ona əsaslanır. Həm də burada əsas standartlar bütün yaş qrupları üçün inkişaf sahələri üzrə eynidir. Amma alt standartlar hər yaş qrupundan qrupuna dəyişir. Körpələr qrupunda fərqli alt standart görürük, orta qrupda ayrı görürük, böyük qrupda ayrı görürük. Və alt standartlar əsas standartlarda ifadə olunmuş fikrin müəyyən bir hissəsidir biz deyirik. Və hər yaş qrupuna uyğun olaraq tədricən inkişaf edib mürəkkəbləşir. Mənim sizdən xahişim, kurikulum sənədi var ha, o 54 səhifəlik PDF. Xahiş edirəm o PDF sənədini açın və orada o cədvəl verilib ha, böyük alt standartlar olan məktəbə qədər təhsilin məzmun standartları yazılan yer, hissə. O səhifəni açın, əlinizin altında qoyun və biz daha detallı davam eləyək. Və müəllimlər, unutmayın ki, bizim bu standart dediyimiz şey, alt standart dediyimiz şey 2 hissədən ibarətdir. Bilik və fəaliyyət hissədən. Yəni burada məzmun uşaqların nə öyrənəcəyini, yəni öyrədəcəyimiz biliyi və fəaliyyət də uşaqların öyrəndiyi biliyi qaytarıb bizə necə göstərəcəyini bildirir. Yəni sadə dillə desək, müəllimlər, məktəbə qədər kurikulumun məzmunu ümumilikdə belə qurulub. Birinci gəlir məzmun xəttləri və bu məzmun xəttləri dediyimiz şey də, müəllimlər, 4 inkişaf sahəsinə uyğun olur. 4 dənə məzmun xətti var elə məktəbə qədər təhsilin. Onlar da bax, bulardır. İnkişaf sahələri. Məktəbə qədər təhsilin məzmun xətti inkişaf sahələridir. Məsələn, sizə sadə bir nümunə verim. Orta məktəbdə müəllimlər işləyirlər də, nə bilim, Azərbaycan dili tədris eləyirlər, riyaziyyat tədris eləyirlər. Onların da hər fənninin özünün kurikulumu var axı. Məsələn, bir nümunə deyim. Azərbaycan dili müəlliminin fənni üzrə, öz Azərbaycan dili fənni üzrə özünün məzmun xəttləri var. Nə bilim, yazı bacarıqları, oxuyub anlama, dil qaydaları, 4 dənə məzmun xətti var orada. Azərbaycan dili müəllimi baxır həmin qaydalara, o məzmun xəttlərinə, öz işini qurur. Deyir ki, hə, mənim məzmun xəttimdə, kurikulum sənədimdə dil qaydaları hissəsi var. Demək ki, mən uşaqlara dil qaydalarını öyrətməliyəm. Qrammatik qaydaları deyək ki. Oxuyub anlama var, deməli mətn üzrə oxuyub anlama öyrətməliyəm. Yazı var, deməli orfoqrafik düzgün yazmağı öyrətməliyəm. Məktəbə qədər təhsildə isə 4 dənə məzmun xətti var. Bax, o da bunlar elə bizim inkişaf sahələrimizdir. Məktəbə qədər təhsilin məzmun xəttləri nələrdir müəllimlər? Yadımızda saxlayırıq. Məzmun xəttləri elə inkişaf sahələridir. 4 inkişaf sahəsimiz var. Demək ki, 4 dənə də məzmun xəttimiz var. Və demək ki, biz uşağa bu 4 sahədə onu öyrətməliyik, inkişaf etdirməliyik. Məzmun xəttlərindən sonra nə gəlir müəllimlər? Gəlir əsas standartlar. Bu artıq həmin o 4 inkişaf sahəsi üzrə ümumi bir məqsədlər göstərir bizə. Daha biraz spesifikləşdirir, daha biraz xüsusiləşdirir. İndi davamda bunlara baxacağıq daha detallı. İndi qısa bir məlumat verirəm sizə. Və daha sonra gəlir müəllimlər həmin sənəddə. İndi yəqin ki, açmısınız, əlinizdə baxırsınız həmin sənədə. Daha sonra gəlir. İndi mən nümunələrlə də verəcəyəm yenə də. Amma əlinizin altında mütləq olsun. Bundan sonraki dərslərdə də hətta o sənəd əlinizin altında olsun. Çünki tez-tez qayıdıb baxacağıq.
Sonra gəlir alt standartlar müəllimlər. Alt standartlar da yaş səviyyəsinə uyğun olaraq bizə artıq daha dəqiq məqsədləri göstərir. Bax bu kurikulum sənədində. Yəni məzmun dediyimiz şey müəllimlər bizim uşaqlara bağçada nə keçəcəyimiz mənasına gəlir. Məktəbə qədər təhsilin məzmununu deyərkən biz bunu başa düşürük. Biz uşaqlara bağçada nə keçəcəyik? Yəni nələr öyrədəcəyik ona? Yəni burada kurikulum sənədində həmin bu məzmun, keçəcəyimiz mövzular, öyrədəcəyimiz biliklər, öyrədəcəyimiz bacarıqlar hamısı bu sənəddə bizə hazır şəkildə standartlar formasında verilib. Açıb kurikulum sənədinə baxırıq, standartları oxuyuruq və bizə məlum olur ki, biz uşaqlara nə keçirik? Standart dediyimiz bax sadə formada, bəsit formada, ən yadda qalan formada budur. İndi keçək müəllimlər. Standartların da özünün quruluşu var. Məzmun standartı dediyimiz şey, məzmun standartı elə məzmun xəttidir. 4 dənə də məzmun xəttimiz var dedikdə, elə inkişaf sahələrimiz məzmun xəttlərimizdir. Standartın quruluşu 3 cürdür də, yəni məzmun xətti gəlir, ardıca əsas standart gəlir, sonra gəlir alt standartlar. Və mən bunlara dair nümunələr vermişəm müəllimlər. Və bir də siz orada kurikulum sənədində belə kodlar görürsünüz də o standartların qabağında. Yəqin ki, bugünə qədər tanışsınız. Nə bilim 1.2.1 belə ifadə olunur da alt standartlar. Baxın müəllimlər, burada bir dənə xatırlatma da eləyim sizə. Ola bilər ki, ehtiyac olsun buna. Burada gördüyümüz bu 1 var ha, 1. Birinci rəqəm. Bax bu 1. 1 bizə göstərir, demək nəyi? Bizə göstərir məzmun xəttini. Bax, yazıram qabağına məzmun xətti. Yəni, görəcəyimiz işin hansı inkişaf sahəsinə aid olduğunu. Məsələn, tərbiyəçi müəllim bir məşğələ qurur və uşağa hər hansısa bir biliyi öyrətməlidir də. Nəysə, nə bilim, 3 dairəsində nəsə saymağı, nəsə bir şey. Demək ki, o nə etməlidir? Getməlidir məzmun xəttinə baxmalıdır da, düzdür? Ki, bəs 3 dairəsində sizcə uşağa saymağı öyrətmək hansı məzmun xəttinin standartıdır? O ikinci məzmun xəttimiz olan idrakin inkişafına aid olan bir məsələdir. Qoyaq bura 2. 2. İkinci məzmun xəttimiz idrakin inkişafı. 2 ilə işarə edirik, çünki kurikulum sənədində idraki inkişaf məzmun xətti, idraki inkişaf sahəsi ikinci yerdə gəlir deyə onu 2 ilə işarələyiblər. Fiziki inkişaf birinci gəlir deyə 1 ilə işarələyiblər. Ona görə də əgər söhbət idraki inkişafla bağlı bir məşğələdən gedirsə, biz onu ikinci yerdə gəlir deyə elə 2 ilə əvəzləyirik, yazırıq bura. Sonra gəlir növbəti 2, məsələn deyək ki, 3 rəqəmdən ibarət olur da bilirsiniz. Sonra gəlir növbəti 2 əsas standartın işarəsidir. Biri isə artıq alt standartın işarəsidir. Bura yazıram əsas standart. İndi bunlara ətraflı baxacağıq. Növbəti rəqəm isə alt standart. Baxın müəllimlər. Deməli belə. Məzmun standartı, məzmun xətti eyni şeydir. Bunu da qoy dəyişim elə hamısı məzmun xətti olsun elə burada sizin iştirakınızla. Deməli, məzmun xətti deyəndə müəllimlər, biz nəyi başa düşürük? Bax, bu sadə cədvəllə elə baxaq. Müəyyən bir inkişaf sahəsi üzrə, o 4 inkişaf sahəsindən biri üzrə bir əsas istiqamətdir. Baxın, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bu həm inkişaf sahəsinin adıdır, 1 ilə başlayır, həm də məzmun xəttinin adıdır. Sabitdir və dəyişməzdir. Vəssalam, bu dəyişmir. Məzmun xətti dəyişmir. Sabitdir və heç vaxt dəyişmir. Yadınızda saxlayın. İndi axı, baxın, burada görürsünüz fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Ay müəllim, mən hardan bilim ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik deyəndə dəqiq olaraq nə başa düşülür? Axı təlim nəticəsi dəqiq olmalıdır, spesifik olmalıdır. Deməli, artıq burada bir boşluq yaranır da, ehtiyac yaranır. Onu da bilirsiniz nə tamamlayır? Ardıca gələn də əsas standartdır. Əsas standart, müəllimlər, bütün yaş qrupları üçün eyni olan ümumi bir məqsəddir.
sabitdir və əsasən dəyişməzdir. Deməli belə, baxın, indi fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinin bir əsas standartı yaranır ki, biz söhbətin nədən getdiyini bu mövzuda başa düşək. İndi bizə göstərir burada. Deyir ki, fiziki hərəkətləri yerinə yetirir. Deməli, uşağın fiziki hərəkətləri yerinə yetirməsi fiziki inkişaf sahəsinə daxil olan bir standartdır. Bu standartın içərisində uşaq fiziki hərəkətləri yerinə yetirməyə bacarmalıdır. Biz də bu işi görərək dövlətin tələbini yerinə yetirmiş oluruq. İndi orada iki hissədə var da, məsələn. Təkcə fiziki hərəkətlər deyil axı. Həm də orada sağlamlıq var, həm də orada təhlükəsizlik var bu inkişaf sahəsinin içərisində. Növbəti bir nümunəni ona görə sizin üçün qoymuşam. İkinci əsas standartı. Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl eləyir. Demək ki, bu məzmun xəttinin, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik məzmun xəttinin içərisi əsas standartın bizə köməkliyi ilə biraz da açıldı. Biraz da biz başa düşürük ki, uşağa nələri öyrətməliyik, davranış qaydalarını öyrətməliyik masa arxasında, gigiyena qaydalarını öyrətməliyik. Və əsas məsələ, dövlətin bütün bu təhsil pillələri var ha, məktəbə qədər, ibtidai, orta, fərq etməz, universitet olsun. Əsas canı, əsas təməl daşı müəllimlər, bax, burada gizlənib. Alt standart deyilən şeydə. Bax, bir ev tikəndə birinci nəyi qoyurlar müəllimlər? Təməlin qoyurlar da, fundament. Daha sonra üstünə birinci mərtəbəni tikirik, sonra ikincini, sonra üçüncünü, böyük bir bina ucalır üstündə, 100 mərtəbəli. Amma ən birinci nəyi qoyuruq müəllimlər? Ən birinci təməli qoyuruq. Təməl bizə göstərir ki, biz sonra necə hərəkət etməliyik. Əyri qoymusansa əyri hərəkət etmək məcburiyyətində qalırsan, düz qoyursansa düz hərəkət etmək sənin üçün artıq yaxşı olur da. Bax, bu alt standart deyilən şeydə siz bir növ ona bənzədə bilərsiniz. Nə mənada? Yəni, bizə verilən bu alt standartlar həmin kurikulum sənədində, sırf məktəbə qədər təhsildə bizə göstərir ki, biz bu 5 il ərzində dəqiq göstərir dəqiq. Biz uşağa nələri öyrətməliyik? O olmadan biz işimizi tənzimləyə bilmərik, işimizi qura bilmərik. Mən bəzi müəllimlərdən belə fikirlər eşidirəm ki, kurikulum bizi çox narahat eləyir. Ay əşi, bizim kurikulum nəyimizə lazım idi? Necə yəni nəyimizə lazım idi müəllimlər? Bu bizim üçün çox vacib bir sənəddir ki, işimizi quraq, işimizi görək, məşğələmizi quraq, gələn uşağı inkişaf elətdirək məktəbə qədər təhsil müəssisəsinə. Bəs biz hardan bilərik ki, uşağa lazımi bilik və bacarığı verdik yoxsa yox? Bu bizim vicdanımıza qalmayıb ki, bu dövlət müəssisəsidir, dövlətin tələbi var. Ona görə deyirlər, standart dövlətin tələbidir. Çünki qarşımıza bir tələb qoyur, bir öhdəlik qoyur və o öhdəliyi də bizə bilirsiniz nənə göstərir? Alt standartla. Deyir ki, hörmətli müəllim, hörmətli bağça müdürü, zəhmət çəkin, baxın bu alt standartlara, gedin işinizi düzgün qurun, burada yazılan, sizə nə vermişəmsə alt standartda, gedin uşağa öyrədin. İndi də baxaq. Deməli, alt standart əsas standartın hissəsidir və yaşa görə dəyişir dedik. Və 3 rəqəmlə ifadə olunur. Baxın burada. 3 rəqəmli olanda artıq alt standart olur. Bir dənə rəqəm olanda bu olur məzmun xətti. 2 rəqəm ikisi birlikdə olanda olur əsas standart. 3 rəqəm birlikdə olanda olur artıq alt standart. Alt standart bütün təhsilin canı, qanı, ürəyi, təməli, hər şeydir. Alt standart bizim üçün ən vacib olan bir şeydir. Çünki biz onun əsasında işimizi qururuq. O bizim qarşımızdakı tələbdir, işimizi necə görəcəyimizi bizə göstərir. Bunu unutmayın, ona görə də alt standartları yaxşı qavramaq lazımdır, bizdən tələbini. İndi baxırıq. Deyir ki, baxın, bura bir alt standart qoymuşam. Kurikulum sənədindən çıxarıb. Deyir ki, kiçik motor hərəkətlərini və açıb mötərəzəni, əşyaları və oyuncaqları barmaqları arasında saxlayır, atıb tutur, şəkil çəkir, yapışdırır, quraşdırır və koordinasiya edir. Bax, verdi də bizə uşağa nəyə öyrətməliyiksə. Deməli, biz onun oyuncaqları əlində saxlamasını, kiçik motorika öyrətməliyik, ona inkişaf elətdirməliyik,
şəkil çəkməyi, yapışdırmağı, quraşdırmağı koordinasiya eləməyi öyrətməliyik məşğələlərimizdə. İkinci birisinə baxaq, sağlamlıqla bağlı, gigiyena ilə bağlı. Deyir ki, sadə gigiyena qaydalarını, yəni sabundan düzgün istifadə etməyi, əlini, üzünü, qulağını yumaq, qurulamaq, daraq, burun dəsmalı və ya salfetdən istifadə etmək kimi vərdişlərə yiyələnir və bunu bildiyini nümayiş etdirir. İndi müəllimlər, alt standartlar yaş qrupları üzrə sadədən mürəkkəbə doğru gedir. Ona görə biz deyirik ki, dəyişkəndir. Dəyişkən sözü alt standartı ona görə deyilir. Çünki eyni bir bacarıq kiçik qrupa sadə formada öyrədilir yaşına görə. Orta qrupa eyni həmin bacarıq biraz daha mürəkkəbləşdirilmiş öyrədilir. Böyük qrup isə artıq onu bir vərdiş kimi geniş şəkildə, tətbiqi formada, hərtərəfli, yaradıcı formada, ən yüksək səviyyədə artıq öyrənib, tətbiq eləyib məzun olur məktəbə qədər təhsil müəssisəsindən. Ona görə biz deyirik ki, alt standart dəyişkəndir və uşağın yaşı artdıqca, getdikcə də mürəkkəbləşir. İndi müəllimlər, çox vacib bir məsələ. Bu standart dediyimiz şeyin iki hissəsi var. Standart müəllimlər hər zaman və hər yerdə bu dəyişməz qızıl qaydadır. İki hissədən ibarət olur. Bilik və fəaliyyət. Bilik hissən odur ki, müəllimlər, uşaq bu standartın içində hansı biliyi öyrənəcək? Fəaliyyəti isə odur ki, bu öyrəndiyi biliyi öz əməlində, öz davranışında necə göstərəcək? Bax, Sovet dövründə belə idi ki, müəllim gəlirdi, indi mən də 90-cı illərin əvvəlində ibtidai sinifdə oxumuşam da. Siz daha məsələn xatırlayarsınız. Yəni buradakı qrupda hər kəs o illəri elə bilirəm təzə müstəqillik qazanan dövrümüzdə də xatırlayır da. Necə idi? Müəllim gəlirdi sinifə, bir dərsi izah eləyirdi mühazirə formasında. Biz də sakitcə qorxumuzdan oturub qulaq asırdıq. Sonra ev tapşırıqları olurdu, gedirdik evə. Amma çox nadir hallarda sinifdəki bütün uşaqlar o müəllimin keçdiyi bilikdən nə öyrəndiyini durub fəaliyyət şəklində, nə bilim, davranış şəklində göstərirdi. Yəni, müəllim deyirdi ki, mən dərsimi keçdim, uşaq məni dinlədisə, deməli öyrənib. Amma buna heç kim əmin ola bilməz. Uşağın öyrəndiyinə müəllimlər, biz yalnız və yalnız o zaman əmin ola bilərik ki, uşaq bizim ona öyrətdiyimizi çıxıb bir tapşırıq əsasında, bir fəaliyyət əsasında sərbəst şəkildə göstərir. Yoxsa bunu ölçmək mümkün deyil. Sərbəst və ona görə deyirlər standart, bilik və fəaliyyət hissədən ibarətdir. Nə isə uşaq öyrənir və öyrəndiyini də göstərir. İndi bir dənə, bax bu standarta sizin gözünüzün qabağında qaydıram. Bura baxın, müəllimlər. Bir dənə alt standartda da kurikulum sənədindən götürmüşəm. Biraz böyüdüm bunu. Beləcə baxaq buna. Deyir ki, sadə gigiyena qaydalarını, bax, bu standartın bilik hissəsi buradır. Deməli, nə öyrədəcəm uşağa? Sadə gigiyena qaydaları. Amma bildiyini nümayiş etdirir dediyimiz hissə isə müəllimlər, bu artıq fəaliyyət hissəsidir. Yəni, mən uşaqlara izah eləmişəm ki, uşaqlar, sabundan düzgün istifadə etmək lazımdır, bilirsiniz. Uşaqlar da deyir, bəli, müəllimə, bilirik. Amma bəs mən hardan biləcəm ki, uşaq həqiqətən sabundan düzgün istifadəni öyrənib, yoxsa yox? O, onu nümayiş elətdirməlidir. Bir fəaliyyətin içərisində biz fəaliyyət qururuq və sabundan düzgün istifadə eləyir uşaq gözümüzün qabağında. Biz də məktəbə qədər təhsildə bilirsiniz də, ən önəmli qiymətləndirmə vasitəsi müşahidədir. Tərbiyəçi müəllim açır müşahidə vərəqini, baxır ki, yerinə yetirir, düzgün qurulanır, düzgün daranır. Demək ki, bu qaydanı bildiyini nümayiş etdirir. Demək ki, mən tərbiyəçi müəllim nə etmişəm? Alt standartı artıq həyata keçirmişəm. Artıq tətbiq eləmişəm və uşaq da buna yiyələnib.
Ona görə biz deyirik ki, alt standart bilik və fəaliyyət hissədən ibarətdir müəllimlər. Müəllimlər, mənim səsim yaxşı gəlir? Bir problem yoxdur? Bəli, Yaxşıdır. bəli, gəlir müəllim. İndi baxaq. Deməli, bilik hissə bizə nəyi verir? Uşağın nəyi öyrənməli olduğunu göstərir kurikulum sənədində verilən mövzular üzrə. Fəaliyyət isə odur ki, uşağın öyrəndiyini necə göstərdiyini bildirir. Ona görə alt standart bütün təhsilin gedişatını müəyyənləşdirən bir qüvvədir. Yadınızda saxlayın. Və nə dedik müəllimlər? Dedik ki, alt standartlar dəyişkəndir, yaşa görə mürəkkəbləşir. Yəni bir inkişaf dinamikası var da bunun. İndi baxaq bir məzmun xəttimizi yadımıza salaq. Nə idi bizim birinci inkişaf sahəmiz? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Elədirmi? Bu da həm də məzmun xəttimizdir də bizim. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Eyni ilə inkişaf sahəsi olur bizim məzmun xəttimiz. Onun içərisində, baxın müəllimlər, sənədə də baxa bilərsiniz özünüz açıb. Kurikulum sənədində. Deməli, əsas standartlar var. Əsas standartlar var. Fiziki hərəkətləri yerinə yetirir. 2 dənə əsas standartı var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinin. 2 dənə standartı. Daha doğrusu 3 dənə standartı. Birincisi, fiziki hərəkətləri yerinə yetirir. Əsas standartı. Biraz da açırdı elə bir mövzunu. Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləmə, qaydalarını əməl etmə. Baxın, gigiyena qaydalarını əməl etmə. Bu ikinci standartımız. Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. Üçüncü əsas standartımız birinci məzmun xəttimiz olan fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi üzrə. Üçüncüsü də budur ki, təhlükəsizlik qaydalarına əməl edir. Deməli, mən bu hissəyə sadəcə baxdıqda görürəm ki, fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik inkişaf sahəsi həm də məzmun xətti olaraq mənim qarşıma 3 dənə istiqamət qoyur ki, hörmətli bağça müdürü, hörmətli tərbiyəçi müəllim, bu məktəbəqədər təhsil müəssisəsində uşağa fiziki hərəkətləri yerinə yetirməyi öyrət, masa arxasında davranışı ümumi qaydalara əsasən tənzimləməyi öyrət, gigiyena qaydalarını öyrət və həmçinin təhlükəsizlik qaydalarına əməl etməyi öyrət. Bax, əsas standart budur. Bir dənə əsas standart, baxın, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. Bir əsas standartdır, məzmun xəttindən yaranıb, məzmun xəttindəki bu, baxın burada görürsünüz, biraz məhdud fikirdir də, qısa fikirdir. Bax, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik məzmun xətti, inkişaf sahəsi. Alt standartlar bunu biraz bizim üçün açır, daha izah eləyir ki, bu məzmun xətti özündə, bax, burada yazılan məsələləri göstərir. İndi baxırıq, davam edirik nümunə ilə. Baxın, burada bir nümunə mən kəsib elə kurikulum sənədindən bura olduğu kimi qoymuşam. Deyir ki, bunlar da, baxın, 3 rəqəmlə ifadə olunubsa, dedik ki, artıq bu alt standartdır da, orada alt standartlar verilib. 1.2, bax, burada başda yazılan o qara hərflə. Bu oldu alt standart. Alt standartın aşağısındakı hissələrdə, daha doğrusu bu birincisi qara hərflə verilən oldu əsas standart. Altdakılar da alt standartlardır. Bu 1-2 yaş qrupudur, birinci sütundakı. Bu 2-3 yaş qrupu. Bu 3-4 yaş qrupu. Məktəbə hazırlıq qrupuna qədər gəlir. Körpələr qrupundan tutmuş. Baxın, körpələr qrupunda deyir ki, 1-2 yaş qrupunda. Şəxsi gigiyena əşyalarını. Nələrdir şəxsi gigiyena əşyaları? Daraq, dəsmal və s. kimi əşyalarda tanıdığını nümayiş etdirir. Yəni, hələ müəllimlər, bax, oxuyub bir anlayaq da, tanıdığını nümayiş elətdirir nə deməkdir? O deməkdir ki, bu uşaq 1-2 yaşlı uşaqdan indi nə gözləmək olar da? 1-2 yaşlı uşaq hələ darağın nə olduğunu bilir, hələ dəsmalın nə olduğunu bilir, nə işə yaradığını, təzə-təzə dünyanı kəşf edib öyrənir də bunlar. Amma biraz yaş qalxdıqca, baxın, bu sadə alt standart, birinci sütundakı. Yavaş-yavaş uşağın yaşı da böyüdükcə, növbəti sütunlarda, bu sütunlarda yavaş-yavaş mürəkkəbləşir. Çünki uşağın bacarıqları da yaşına görə inkişaf eləyir və öyrənəcəyi də mütləq şəkildə mürəkkəbləşir. Deməli, 2-3 yaşda artıq uşaq nə edir?
daha doğrusu 2 yaş qrupunda. İlkin gigiyena qaydalarına artıq daraq, dəsmal, burun dəsmalından istifadə etməyə artıq əməl eləyir. 1-2 yaşda darağı, dəsmalı tanıyırdısa, növbəti yaşında artıq o daraq, dəsmal, burun dəsmalından istifadə eləyir, ona artıq əməl eləyir. Böyüyür gəlir, növbəti 3-4 yaşlı qrupda deyir ki, sadə gigiyena qaydalarını sabundan düzgün istifadə etmək, əlini, üzünü, qulağını yumaq, qurulamaq, daraq, burun dəsmalı və salfetdən istifadə etdiyini, bildiyini artıq nümayiş etdirir. Görürsünüz, kiçik yaşda sadə bir şeydən başladı hər şey. O bir məsəl var, deyir, hər şey xırdadan başlayır. Məsələn, Allah rəğb eləsin, evdə bir problem olanda, ən kiçik problemi görməzdən gələndə necə olur? O xırda şey elə bir böyüyür, şişir, artıq həll olunmaz bir vəziyyətə gəlir də. Yəni, həyatda da belədir. Hər şey xırdadan başlayır. Bax, burada da hər şey xırdadan başlayır. Körpələr qrupunda uşaq dəsmalı, darağı tanıdığını göstərir. Artıq 5 yaşa gəlib çatanda, bax, ən axırıncıya baxın. Görün 5 yaşa gəlib çatanda artıq o gigiyena qaydalarından nələri bilir uşaq. Deyir ki, gigiyena ehtiyac olduqda əli biz hər zaman yumuruq ki, ehtiyac olduqda yuyuruq. Yəni 5 yaşlı uşaq artıq bilir ki, ehtiyac var. Çünki indi yeməyə gedəcəm. Yeməkdən əvvəl əlimi yumalıyam. Ehtiyac olduqda əllərini sabunla yumaq və qurulamaq, öz şəxsi əşyalarından, daraq, burun dəsmalı və salfetdən istifadə etmək, hiss üzvlərinə qulluq etmək. Baxın, gözlər hiss üzvüdür, bilirsiniz. Burundur, dildir, qulaqlardır. Yəni, bunları təmizlədiyini, bacardığını artıq nümayiş etdirir. Gör, hardan hara gəlib. Ona görə də deyirik ki, baxın, burada birincidə sadə formada başlayan bizim alt standartımız dəyişə-dəyişə, mürəkkəbləşə, yaş qrupları üzrə gəlib artıq, bax, bu sonuncu formaya çatır. Ona görə də alt standart dəyişkəndir və alt standart içində yazılan o bütün sözlərlə, bax, orada hamısına bizə bütün məzmunu göstərir, işimizi necə quracağımızı göstərir. Və bir də burada görürsünüz, standartlar hamısı uşaqlara yönəlik verilir. Demirik, müəllim gigiyena qaydalarını uşağa öyrədir. Deyir ki, uşaq öyrənir, yəni öz üzərində bunu icra eləməlidir. Bax, bu olur uşaq mərkəzlilik. Bir var müəllim mərkəzli olur təhsil, bir var uşaq mərkəzli olur. Müəllim mərkəzli olanda müəllim gəlir danışır, uşaq pasiv şəkildə qulaq asır, öyrəndi, öyrənmədi bilinmir. Amma uşaq mərkəzli olanda uşaq öyrəndiyini standart üzrə nümayiş etdirir. Biz də deyirik ki, təhsilimiz uşaq mərkəzlidir. Buraya qədər belə, elə bilirəm ki, aydın olur müəllimlər. Yaş qrupu üzrə bir ümumiləşdirək indi. 1-2 yaş üzrə alt standart sadə bilik və fəaliyyətdən ibarət olur. Yəni, məsələn, bax, bir qaşıq və fincandan istifadə eləyir, deyək ki. 2-3 yaşda nisbətən mürəkkəb bilik və fəaliyyətlər gəlir. Deyirik ki, artıq masa arxasında yemək dəstindən müstəqil istifadə eləyir. 3-4 yaşa keçir, artıq burada biraz daha geniş bir tətbiq var. Deyir ki, masa arxasında ümumi qaydalara, bayaq dediyimiz yemək dəstlərindən, qaşıqdan, çəngəldən istifadə etmək, ağzını, əllərini salfetlə silmək kimi davranışları uşaq göstərir. 4-5 yaşda artıq nisbətən biraz daha geniş və mürəkkəb bir tətbiq gəlir. Masa arxasında mədəni davranış qaydalarına, çəngəldən artıq mədəni davranış qaydalarıdır. Artıq biraz da çəngəldən sərbəst istifadə etmək. Məsələn, 3-4 yaşda biz uşaqdan gözləyirdik ki, yeməyini düzgün yesin, tək yerə tökməsin. Amma 4-5 yaşa gələndə biz artıq dövlət belə bir tələb gözləyir ki, 4-5 yaşlı bizim uşaqlarımız bağçada artıq mədəni davranış göstərsinlər. Yəni, çəngəldən artıq sərbəst istifadə etsinlər, səliqəli yesinlər, o qaydalara əsasən davransınlar. Sonra, bunu silək, bu bura artıq düşüb. 5-6 yaşda dedik ki, biraz da mürəkkəbləşir, daha geniş, hər tərəfli, mürəkkəb bacarıqlar formalaşır. Və özdə sizə bir şey deyim ki, müəllimlər, bu məsələlər burada göstərdiyim nümunə ilə alt standartlar
bütün inkişaf sahələri üzrə gedir. İndi mən sizə burada fiziki inkişafdan nümunələr göstərirəm. Buna dair estetik inkişafda da var, sosial-emosional inkişafda da var. İndi bir gün o kurikulum sənədini biraz da daha dərindən incələyəndə, ümumi təkrar eləyəndə o alt standartlara da ayrıca bir baxarıq hamısına lap. Yəni mövzular dəyişir, amma quruluş eyni qalır da, yəni burada bəhs elədiyim məsələlər. Məsələn, masa arxasında süfrə mədəniyyətinə dil gələndiyini artıq nümayiş elətdirir. Süfrə mədəniyyəti anlayışı artıq geniş bir anlayışdır. Demək ki, 5 yaşlı uşaq ən sadədən gəlib artıq süfrə mədəniyyətinə yiyələndiyini, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi daxilində nümayiş elətdirir. Və müəllimlər, alt standartların ardıcıllığı deyə də bir şey var burada. Baxın, burada idraki inkişaf sahəsi var ha, bizim ikinci inkişaf sahəmiz. O həm də bizim ikinci məzmun xəttimizdə, düzdürmü? İkinci inkişaf sahəmiz olan idraki inkişaf həm də bizim ikinci bir məzmun xəttimizdir. Bizə göstərir, oradan bir dənə əsas standart var. Burada nümunə alıb qoymuşam. Deyir ki, sadə riyazi əməliyyatları yerinə yetirir. Yəni, kiçik qrupda uşaq, birinciyə baxın, lap birinciyə, ən başdakına. Bax, bura, bax, bura. Bir və çox əşyalarını əşyalar üzərində fərqləndirir. Anlayışlarını. Yəni, uşaq balaca 1-2 yaşında bilir ki, nədən bir dənədir, nədən isə çoxdur. Mikrofon kimdəsə açıqdır, müəllimlər. Bircə saniyə. Xahiş edirəm, qapadın. Maneçilik olmasın da. İndi baxaq, davam edək. Deməli, sadə riyazi əməliyyatları yerinə yetirir məktəbə qədər təhsildə uşaq, idraki inkişaf sahəsi üzrə, idraki inkişaf məzmun xətti üzrə. Bir və çox anlayışlarını əşyalar üzərində fərqləndirir. Biraz daha böyük yaşa gedir, gəlir ikinciyə. Deyir ki, artıq 2 yaşdan sonra sadə riyazi təsəvvürlərlə tanış olur da artıq. Az anlayışı, çox anlayışı, böyük anlayışı, kiçik anlayışı və onlara malik olduğunu nümayiş etdirir. Daha sonra uşaq biraz da böyüyür növbəti qrupda. Əşyalarla 3 dairəsində, yəni 3 dairəsində demək 1-dən 3-ə qədər ədədlər deməkdir də. 1, 2, 3. 10 dairəsində demək 1-dən 10-a qədər deməkdir. Hələ məsələn burada 3 dairəsində, yəni 1-dən 3-ə qədər riyazi əməliyyatlar yerinə yetirir. Sonra növbəti qrupda, baxın burada, bu 4-cüdə. Əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. Baxın, az çoxdan, bir çoxdan gəldi artıq 5-ə çatdı uşaq. Biraz da mürəkkəbləşdi. Əşyalarla sonra artıq məktəbə hazırlıqda, 5 yaşlılarda əşyalarla 10 dairəsində artıq riyazi əməliyyatlar yerinə yetirir. Yəni 1-dən 10-a qədər rəqəmləri artıq uşaq tanımış olur. Toplaya bilir, 1 üstə gəl 1, 5 üstə gəl 5, yəni ondan o yana keçmir də 10-a qədər, 10 sayına qədər. Məsələn, 3-4 yaşlılarda müəllimlər, orta qrupda bir dənə standarta, burası üçün qoymuşam, bu məktəbə hazırlıq metodik tövsiyə kitabından dövlətin bizə verdiyi sənəddən bir nümunədir. Bax, bura yazdığım alt standart bu. İndi özüm də sizə təlim nəticələri burada gözünüzün qabağında çıxardacağım. İnşallah ki, bundan sonra bizim bu mövzu ilə bağlı bir qaranlıq qalan məqamımız olmaz. Deməli, bu dövlətin verdiyi bir nümunədir orta qrupdan. Deyir ki, 2, 3, 1. 2 ilə başlayırsa deməli nədir müəllimlər? Bax, alt standartımız 2 ilə başladı. Demək ki, bu ikinci inkişaf sahəsinə aiddir, idraki inkişafa. Düzdürmü? Və baxırıq. Deyir ki, əşyalarla 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Burada biz dedik axı, alt standart 2 hissədən ibarətdir. Bilik hissə və fəaliyyət hissə. 3 dairəsində riyazi əməliyyatlar deyəndə biz deyirik ki, bu hissə bilikdir. Bax, buradakı bilik 3 dairəsində riyazi əməliyyatlardır. Uşağa öyrədəcəyimiz bilik. Ona dair əməliyyatları yerinə yetirməsi isə artıq uşağın fəaliyyətidir. Deməli, məzmun standartları bilik hissəsinin, onun içindəki bilik hissəsinin təcrübədə tədqiq olunaraq
bacarığa, uşaqda bir bacarığa çevrilməsini təmin edir. Yaş qrupu artdıqca verilən məzmunun tərkibi, yəni uşağa verdiyimiz məzmunun tərkibi, onların yaşı artdıqca mürəkkəbləşir. Yəni bütün alt standartlar yaş dövrləri artdıqca müəllimlər sadədən mürəkkəbə doğru neynir? Dəyişir. Alt standartların mürəkkəbləşməsi uşaqların inkişaf dinamikasını izləməyə imkan verir. Bax bu nə deməkdir? Bu o deməkdir ki, müəllimlər, yəni biz baxırıq ki, uşaq gəlib 3-4 yaşa çatıb, amma hələ də 1-2 yaş qrupunun alt standartından o yana çıxa bilmirsə, ancaq orada göstərilən sadə bacarıqları öz davranışında göstərə bilirsə, demək ki, bu uşağın inkişafında bir gerilik var. O deyirlər, məktəbə qədər təhsildə uşaq inkişafının izlənilməsi, qiymətləndirilməsi. Hardan bilib izləyib qiymətləndirəcəyik? Yenə də dediyim kimi, dönüb baxacağıq hara? Alt standarta. O qiymətləndirməni də bizə alt standart təmin eləyir. Çünki qabağımıza qoyub ki, 3 dairəsində ədədlərlə bağlı riyazi əməllər yerinə yetirir uşaq. Biz baxırıq ki, biz öyrədirik, eləyirik, uzun müddətli gedir proses. Amma uşaq 3 dairəsində 5 yaşa gəlib çatıb, bunu eləyə bilmir də, yəni heç cür. Orada artıq bir diaqnoz qoyuruq, bir qiymətləndirmə eləyirik. Deyirik ki, yəni bu uşaqda bir geriləmə var. Ola bilər ki, onu başqa bir mütəxəssisə yönləndirək. Psixoloqa və s. və s. Deməli, bir qiymətləndirmə də alt standartın sayəsində baş verir. Alt standart olmasa, alt standartın içərisində verilən məsələlər olmasa, biz heç qiymətləndirməmizi də qura bilmərik. Bax, belə yadda saxlayın bunu. Sonra, harada qalmışdıq müəllimlər? Deyir ki, məktəbəqədər təhsil proqramı elə kurikulumdur da. Bütün təlim nəticələrini əks etdirməklə bizə nəyi göstərir? Son nəticələri gözümüzdə təsəvvür etməyə imkan verir. Yəni, bu bizim üçün bir təsəvvürdür də. Təsəvvür eləyirik ki, əşyalarla 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Fikrimizdə bir təsəvvür yarandı, o təsəvvürə dair artıq uşağı o biliyə çatdırmağa çalışırıq. İlkin təsəvvür yaradır da sizə alt standart. Baxırsınız, təsəvvür edirsiniz ki, mən uşağa nə öyrətməliyəm? Necə öyrətməliyəm? Necə qiymətləndirməliyəm? Sonra 5-ci bəndə baxaq. Öyrənmə prosesində əldə edilən nailiyyətlərin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün müvafiq bir şərait yaradır. Bəli. Sonra 6-cısı, hər bir yaş qrupunda keçirilən bütün məşğələlərdə reallaşdırılan alt standarta əsasən təlim məqsədi müəyyənləşdirilir. Bax, indi gəldi burada bir əsas bir məsələmiz. Təlim məqsədi anlayışı. Təlim məqsədi, təlim nəticəsi anlayışı. Bu da çox vacibdir. Bilirsiniz ki, təlim məqsədləri də alt standartların biraz daha sadələşdirilmiş formalarıdır da, düzdürmü? Biz bunu belə qəbul eləməliyik. İndi müəllimlər, belə bir, mən müşahidə edirəm bunu tərbiyəçilərdə də. Bir bura baxın müəllimlər, elə baxın bu standarta, elə buradakı standarta baxaq. Bu birincisi var, bir və çox anlayışlarını əşyalar üzərində fərqləndirir. Bəzən müəllimlər düşünürlər ki, bu 10 dəqiqəlik kiçik yaş qrupunda, sonra böyük yaş qrupunda, nə bilim 20 dəqiqəlik məşğələdə. Müəllimlər elə düşünürlər ki, bu bir dənə bu alt standartı elə bir dənə məşğələnin içərisində biz həyata keçirməliyik, bir məşğələnin içərisində uşağı öyrətməliyik ki, bir və çox anlayışları budur. Bu, müəllimlər, bax, buranı çox diqqətlə dinləyin. Bir uşaqda bir il ərzində, bir qrupda bir il ərzində həyata keçiririk biz bu hissəni. 1-2 yaşda. Bunu növbəti yaş qrupunda bir il ərzində davam edir müəllim. Bu, bir məşğələdə həyata keçirilə bilən bir şey deyil. Baxın, ikinciyə baxın. 2, 3, 1. Sadə riyazi təsəvvürlərə az, çox, böyük, kiçik malik olduğunu deyir, nümayiş elətdirir uşaq. Bu bir məşğələnin işi deyil. Bax, biz bunu sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirdiyini, azı, çoxu, böyük, kiçiyi bir il ərzində həyata keçiririk.
Bir il ərzində bu alt standart bizimlə bərabər olur, ta ki o bir il bitənə qədər. Amma biz bu alt standartı müəllimlər, bax bu bir il, bu da bir il davam eləyir, sonrakı da bir il davam eləyir. Yaşdan yaşa da qrupdan qrupa dəyişir bir şey ki bu. Bir il davam eləyir hər biri. Bu da bir il, bu da bir il, bu da bir il, bu da bir il, bu da bir il. Amma bəs biz deyirik ki, axı məşğələdə alt standart əsasında işimizi görməliyik. Bir il ərzində indi məşğələyə necə sığışdıraq bunu? Məşğələyə bilirsiniz necə sığışdırırıq? Həmin alt standartdan daha sadə təlim nəticəsi çıxarmaqla. Bax, alt standartı biraz da sadələşdirir təlim nəticələri. O smart təlim nəticəsi dediyimiz şey var ha. Bax o. İndi baxaq bura müəllimlər. Burada nədir? Deyir ki, burada dərsin sonunda yazmışam. Gəlin bunu məşğələnin sonunda eləyək. Çünki bağçada məşğələdir. Məşğələnin sonunda. Deyir ki, təlim nəticəsi bir məşğələnin sonunda. Üzr istəyirəm, bura bir də yazaq. Bir məşğələnin sonunda uşağın nə öyrəndiyini, nə bacardığını göstərən bir nəticədir. Deyirik, təhsildə nəticə yönümlülük prinsipi. Bax, o nəticə yönümlülük prinsipi də bax, bu nəticədir elə. Məşğələdə öyrəndiyi nəticə. Yəni, indi keçəcəyimiz bu məşğələdən sonra uşaq nə edə bilir? Sualını cavablandırır təlim nəticəsi. Alt standart isə müəllimlər hər zaman ilin sonunda nə öyrənəcək sualını cavablandırır. Yaxşımı? Alt standart bir il davam edən bir şeydir. Təlim nəticəsi bir məşğələ üçün olur. 20 dəqiqəlik. Yəni, təlim nəticəsi uşağın öyrənmə prosesindən sonra əldə etdiyi bilik, bacarıq və davranışlardır. Sizdən bundan soruşanda ki, məsələn, müsahibə mərhələsində də bu sual gələ bilər ki, müəllim, təlim nəticəsi deyəndə nəyi nəzərdə tuturuq? Deyirik ki, hər hansısa bir məşğələdə, qurduğumuz məşğələdə öyrənmə prosesi ki gedir, öyrənmə prosesindən sonra uşağın əldə etdiyi bilik, bacarıq və davranışlardır. Yəni, sadə dillə desək müəllimlər, hər zaman olduğu kimi deyirəm, sadə dillə. Ən vacibi sadəlikdir, çünki belə daha yaxşı yadda qalır. Təlim nəticəsi bərabərdir, uşaq öyrəndiyini öz əməlində, öz davranışında göstərir. Göstərmirsə, bax, öz davranışında, deməli, o təlim nəticəsinə biz nail olmamışıq. Deməli, biz uşağa lazım olan həmin standartdakı biliyi, bacarığı öyrədə bilməmişik, yiyələndirə bilməmişik. O onu göstərir. Bax, öz davranışında. O zaman deyirik ki, hə, bu iş alındı. Bir də ki, bir məsəl var, deyirlər, sözdə deyirsən, amma əmələ çatanda gedib başqa iş görürsən. Sözdə bir şey deyirsən, amma davranışında, əməlində gedib başqa şey eləyirsən. Bax, o sözdə dediyimiz o bilik o sözdə dediyimiz hissədir. Davranışda göstərməsi təlim nəticədir. Və o vaxt yaşlılar həmişə belə bir söz deyirdilər ki, mən sənin davranışına baxıram, əmələ baxıram ki, nəticədə səndən nə olacaq? Belə danışırsan, eləyirsən, amma nəticə nə çıxır səndən? Bax, təlim nəticəsi də elə bir şeydir. Öyrəndiyimiz şeyi gedib əməlimizdə həyata keçirmək, əməllə də sübuta yetirmək ki, hə, mən bunu öyrənmişəm və əməlimdə də göstərirəm ki, nə bilim, vicdanlı olmaq haqqında nəsə öyrənmişəm hardasa, amma gəlib vicdanlı olmağı həyatda göstərmirəm. Demək ki, mən bunu öyrənməmişəm. Sadəcə belə eşitmişəm ki, hələ vicdanlı olmaq lazımdır, əvəssalam. Amma bəs əməlimdə gəlib göstərirəm. Vicdanlı olmağı əməlində göstərən adama biz deyirik ki, bu adam vicdanlıdır. Sözdə danışana demirik. Mən vicdanlıyam deməklə vicdan olmur. Gərək əməlində də onu sübuta yetirəsən. Bax, təlim nəticəsi də elə bir şeydir. Sübuta yetirir uşaq öz əməlində ki, hə, mən dəsmaldan istifadə edə bilirəm, darağımdan istifadə edə bilirəm. Demək ki, gigiyena vərdişinə yiyələnmişəm. Bax, bu qədər. Sonra, əgər məqsəd uşaqlara, məsələn, bir nümunə ilə baxaq, rəngləri tanısın deyiriksə, bizim təlim nəticəmiz təxminən belə olur ki, əsas rənglərimiz bilirsiniz də, göy, qırmızı və yaşıldır. Digər bütün rənglər onların qarışığından yaranır da. Əsas rəngləri tanıyır və adlandırır. Vəssalam, bax belə. Sonra, indi gəlin burada bir-bir baxaq. Deməli, fiziki inkişaf sağlamlıq və təhlükəsizlikdən orta qrup üzrə nümunə var idi. Bayaq verdiyim, indi onun üstündən bir gedək. Masa arxasında davranışını
ümumi qaydalara əsasən tənzimləyir. Bu əsas standartdır. Bax, alıb olduğu kimi qoymuşam. Və gigiyena qaydalarına əməl eləyir. Bundan da orta qrup üçün, 3-4 yaşlılar üçün belə bir alt standart çıxardıblar ki, masa arxasında ümumi qaydalara, yemək dəstləri deyəndə nədir? Qaşıqdır, çəngəldir. Bunlardan istifadə etmək, ağzını və əllərini salfetlə silməklə bunlara əməl eləyir. Baxın, bu ortadakı. Bu 1, 2, 2. Bax, bu alt standart. İndi aşağıda bu alt standarta uyğun bir neçə əsas bacarıq verilib. Çünki nə dedik? Hələ bir il ərzində mən bu bacarıqları ayrı-ayrı çıxarmışam sizin üçün. İndi sizin üçün tam oturacaq ki, bu hissədən sonra. Niyə alt standart bir illikdir? Təlim nəticəsi, təlim məqsədi isə 1-20 dəqiqəlik bir məşğələlikdir. Çünki müəllimlər, baxın, alt standart ona görə bir illikdir ki, onun içərisində çox məsələlər var. Bu standarta baxın. Baxın, nə qədər məsələ var içində. Yemək dəstlərindən istifadə, qaşıqdan istifadə, ağzını salfetlə silmək. Biz böyüyük, bizə belə baxanda asan gəlir, amma 3 yaşlı uşaq üçün bu əməlli başlı bir dərsdir, yəni. Əməlli başlı bir problemdir bunu öyrənmək. İndi baxırıq, deyirik ki, bu alt standart nələri nəzərdə tutur? Bax, içində var yemək zamanı qaşıqdan düzgün istifadə etmək, yəni yeməyi tökmədən yemək, içində var yemək zamanı ağzını və əllərini salfetlə silmək, sonra masa arxasında səliqəli davranış, sonra yemək zamanı şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyini göstərmək. Baxın, 3-4 yaşlı qrupun bir dənə standartında gör nə qədər məsələ var, müəllimlər. Bunu bəyən, alıb o alt standartı bir dərsdə reallaşdırmaq sizcə mümkün olar? Ona vaxt çatmaz, mümkün deyil. Bir il ərzində biz hələ uşağa bunları öyrədəcəyik 3-4 yaş qrupunda. Bu alt standart əsasında biz məşğələ üçün nə edirik? Məcburuq ki, gedib daha sadə təlim nəticələri çıxardaq. Yəni, uşağın bir məşğələnin, burada bir məşğələ yazın, bir məşğələnin sonunda, yəni o məşğələləri hələ bir il ərzində biz çox eləyəcəyik də, hələ varım, bir ilimiz var, sıra-sıra məşğələlərimizi eləyəcəyik, ta ki, həmin davranışı öyrədənə qədər uşağa. Sonunda nələri bacarmasını bir müəyyənləşdirəcəyik. Burada da həmin o məşhur smart məqsəd nədir məsələsi gəlib çıxır üzə. Baxın, deyirik smart məqsəd. Nəyə lazımdır bu smart məqsəd? Smart məqsəd ona lazımdır ki, bir il ərzində tətbiq eləyəcəyimiz alt standartı daha sadələşdirib, məşğələlər üçün tətbiq eləyə biləcəyimiz kiçik-kiçik parçalara bölsün. O deyir, bir yeri idarə eləmək istəyirsənsə, parçala və hökmranlıq et. O məşhur rusçarı 1-ci Pyotrun sözü idi o, belə tarix kitablarında falan biz keçirdik. Deyir ki, parçalamasan idarə eləyə bilməzsən, xırda hissələrə bölməsən, mümkün deyil. Gələk xırda, hər şey xırdadan başlayır müəllimlər. Xırdalayasan ki, işi görə biləsən. İndi baxırıq. Smart təlim məqsədi də ən sadə dillə mən sizə izah eləyirəm. Və çox vacibdir ki, müəllimlər, bax, bu izahı izləyəndən sonra mən düşünürəm ki, bu ən sadə bir formadır da sizə çatdırmaq istədiyim hissə, bu formada çatdırmağım. Bir də bu izahı dinləyəndən sonra, gedib bir də təkrarına baxan sonra, dərsdən sonra göndərdiyim PDF-i oxuyandan sonra müəllimlər, gedin özünüz sakitcə bir vaxt təyin edin özünüzə, bir 10-15 dəqiqə. Amma bunları eləyəndən sonra dediklərimi. O kurikulum sənədi var ya. Açın ona bir alt standartlara, bir də mənim dediyim bu gözlə baxın. Bu şeyləri, yəni artıq necə deyim də beynimizdə bir oturdandan sonra baxın ki, görmə əvvəlki kimi sizə qəliz gəlir alt standart məsələsi. Mən inanmıram. Düşünürəm ki, sizin üçün çox daha sadə görünəcək o. İndi baxırıq. Deyirik ki, smart sözüdür də bu. Smart təlim nəticəsi ona görə var ki, bir il ərzində keçəcəyimiz alt standartı hissələrə bölsün. Biz də rahat-rahat məşğələlərimizdə smart təlim nəticələri təyin eləyib, işimizi görək. İndi baxırıq. Bəziləri bunu səhv səsləndirir, amma mən sizin üçün ən düzgün formasını səsləndirəcəm. Bax, səslənməyi də abreviaturanın açılışıdır da bu, açması smartın. Səsləndirəcəm düzgün qaydada, siz onları elə səsləndirməyə çalışın, vurğularını düzgün vurun. Baxın, spesifik olmaq, rus sözüdür, həm də rus dilində də var bu söz. Spesifik olmaq, yəni konkret olmaq, dəqiq olmaq.
Measurable. İkinci söz measurable olaraq oxunur Azərbaycan dilində. Measurable deyil bu. Measurable'dır, measurable. Elə deyin. Yəni ölçülə bilən, qiymətləndirilə bilən, ölçülə bilən həm də qiymətləndirilə bilən deməkdir. Ölçülə bilən, yazıram bura. Qiymətləndirilə bilən. Bir şeyi qiymətləndirmək mümkün deyilsə sonda, müəllimlər, bax bu hissəni belə yadda saxlayın. Bir məsələni qiymətləndirmək, ona lazım dəyərini vermək mümkün deyilsə, deməli o heç həyata belə keçməyib. Mütləq ki, sonda bir qiymətləndirmə, bir dəyərləndirmə olmalıdır görülən işin haqqında. Yoxsa o elə boş bir şeydir. Baxın, alt standartda da belədir, yəni həyatda da belədir, alt standartda da belədir. İndi baxırıq, A hərfi, smartın A hərfi, achievable, yəni əldə edilə bilən, nail oluna bilən. Biz qarşımıza elə bir məqsəd qoya bilərik ki, heç uşaq ona nail ola bilməz. Nail oluna bilən yazıram bura həmin üçün ki, daha yadda qalan. Nail ola bilməsi üçün uşağa nə lazımdır ki, həmin məqsəd onun yaş səviyyəsinə uyğun olmalıdır. Biz durub 3 yaşlı uşağa deyə bilərik ki, gəlində alqoritm yaz. Normal deyil də bu. Onun üçün nail ola biləcəyi bir şey olmalıdır o. Relevant, R hərfi. Relevant uyğunluq deməkdir, əlaqəli olmaq deməkdir. Yəni, müəllimlər, biz keçmədiyimiz şeyi uşaqdan soruşa bilmərik. Yəni, mövzuya uyğun olmalıdır. Məşğələnin məqsədinə uyğun olmalıdır keçdiyimiz fəaliyyət. Yəni, hər bir şey bir-birinə uyğun olmalıdır həmin təlim məqsədində. İndi nümunə ilə göstərəcəm, daha yaxşı başa düşəcəksiniz. Və time bound, yəni vaxtla bağlı, vaxt məhdudiyyəti olan. Bu nə deməkdir? Bax, bunu müəyyən zaman çərçivəsindədir yerinə yetirilməlidir deyirik də. Bu o deməkdir ki, bax, böyük qrupda tərbiyəçinin 20 dəqiqəsi var ki, məşğələsini keçsin. Deməli, o təlim nəticəsini biz alt standartdan çıxardıb, sadələşdirib yazanda fikirləşməliyik ki, bax, 20 dəqiqə vaxtım var ha. O qədər sadə bir təlim nəticəsi yazmalıyam ki, 20 dəqiqədə ona nail ola bilim. Yazaram 5-6 dənə təlim nəticəsi. İndi gəl 20 dəqiqəyə bunu sığışdır. Gəlib komissiya baxır dərsə, məşğələyə, yazıb müəllimi ora nə qədər məqsəd, nə boyda məqsədlər, eləyə də bilmir. Bu o deməkdir ki, sən məşğələni boş yerə keçdin. Getdi, o məşğələ getdi. Ondan da heç kimə xeyri gəlməz. Çünki uşaq ondan heç nə öyrənməyib. Komissiyada zəif qiymətləndirir, çıxır gedir. Çünki niyə? Təlim məqsədini düz qurmayıb. Bütün dərsin gedişatını o alt standartdan çıxan təlim məqsədi idarə edir müəllimlər. Birinci məqsədini düzgün qoymalısan ki, sonra onu mərhələli şəkildə çatasan. Həyatda da belədir. Bir məqsəd qoymuşam qarşıma, amma elə bir məqsəddir ki, bundan sonra 500 ildə yaşasam, yəni mənim potensialım ona uyğun deyil də, eləyə bilmərəm. Bu məqsəddir, bu mənə uyğun bir məqsəd deyil də. Yəni mən onu özümə uyğun, öz potensialıma uyğun, vaxtıma uyğun, şəraitimə uyğun qurmalıyam. Yəni, bax, smart bu deməkdir. Hətta həyat məqsədləri qoyanda da insan qarşısına müəllimlər smart məqsəd qoymalıdır. Mən həmişə deyirəm, belə zarafatla bunu deyirəm, amma bu reallıqdır da. Bax, smart məqsəd qoymalıyam həyat məqsədi qarşıma qoyanda. Yəni, qeyri-adi bir məqsəd, deyirəm, mən Marsa uçacam. Amma uçmayacam, olmayacaq bu. Yəni, məqsədi də qoyanda, Elon Musk qarşısına qoya bilər, nə bilim, Marsa uçacam. Amma mən onu qoya bilmərəm. Mən özümə uyğun, öz şəraitimə uyğun, öz imkanlarımın daxilində yerinə yetirə biləcəyim məqsədlər qoymalıyam. Bu da olur smart məqsəd. Həyatda da smart məqsəd qoyuruq, dərsdə də, hər yerdə. Yəni, məqsəd qoyanda smart qoyuruq. Bu smart məqsəd qoymaq məsələsi hər bir yerə aiddir. Hətta bunu həyatdan götürüb təhsilə tətbiq ediblər. Bilirsiniz, müəllimlər, böyük iş adamları, böyük şirkətlər var ha. Onlar müəyyən öz qarşılarına məqsəd qoyurlar da, məhsul istehsalı ilə bağlı filan, belə nəsə nail olacağıq, bu il, nə bilim, 5 milyard qazanacağıq, Apple kimi şirkətlər, Amazon kimi şirkətlər də məşhur. Onlar o məqsədə elə smart qoyur. Təhsildə də elə smartı iqtisadi tərəfdən götürüb qoyublar bunu bura. Siz bunu elə bir məşğələ üçün düşünün də, təhsil üçün düşünün. Bax belə, indi başa düşdük smartın mahiyyəti nədir? Deməli, bir də baxaq bu hissəyə. Smartın S-sı spesifik deməkdir. Məqsəd aydın və konkret olmalıdır. Müəllim bilməlidir ki, nə etmək istəyirəm, bunu kimin üçün edirəm, yəni bu uşaqların vəziyyəti nədir?
Bu uşaqlar əgər bunu dərk eləməyəcəksə, niyə bu çətin məqsədi mən qoyuram ki? Deyirlər, təhsildə fərdi yanaşma, ay nə bilim, diferensial yanaşma. Bəs bu diferensial yanaşmanı mən necə təmin eləyəcəm? O cür təmin eləyəcəm ki, məqsədimi spesifik qoyacam. Baxacam ki, bu məqsədi kiminlə həyata keçirməyə çalışıram. Əgər bir insan yaxşı yoldaş deyilsə, nə bilim, pis əməlləri varsa, onunla düzgün bir yola gedə bilərəm mən? Gedə bilmərəm. Baxıram da kimlə yola çıxıram, məqsədimi kiminlə qoyuram. Bax belə, sadə bu cür. Nə ilə bağlıdır qoyduğum məqsəd? Hansı mövzudur? Bir buna baxıram. Və ölçülə bilən olmalıdır, qiymətləndirilə bilən olmalıdır. Bu da səslənir measurable. Xahiş edirəm, bax, bunları təkrar baxanda yadınızda saxlayın və düzgün tələffüz eləyək bunları. Çünki sertifikasiyanın müsahibə mərhələsində bunları düzgün ifadə eləməyinizə baxılacaq. Nailiyyətin ölçülməsi mümkün olmalıdır. Yəni, uşaq bunu öz davranışında necə göstərir? Keçdiyim dərsdən təlim nəticəsi qoymuşam qabağıma ki, 1-dən 3-ə qədər ədədləri saya bilir. Uşaq o saymanı göstərməlidir. Şifahi şəkildə məsələn qoymuşam ki, şifahi şəkildə 1-dən 3-ə qədər sayır. Bir məqsəddir də qoydum. Uşaq bunu sayır, göstərə bilir. Deməli ki, müşahidə vərəqimə qeyd edirəm ki, bəli, göstərə bilir. Deməli, bu məqsəd nə oldu? Ölçülə bilən olmalıdır. Amma mən durub, məsələn, 1-dən 3-ə qədər saymaqla bağlı elə bir məqsəd yaza bilərəm ki, uşaq heç onu göstərə bilməz. Nə qədər sadə olsa da həmin ədədlər, uşaq onu heç göstərə bilməz. Demək ki, bu heç ölçülə bilən deyil. Onun göstərə biləcəyi bir formada olmalıdır. Sonra, achievable, əldə edilə bilən, nail oluna bilən, uşağın yaş səviyyəsinə uyğun, onun bacarıqlarına uyğun. Yəni, bu məqsəd uşaqlar üçün realdırmı? Buna baxırıq. Sonra relevant, keçdiyimiz mövzuya uyğun olmalıdır. Yəni, məqsəd məşğələnin məqsədi ilə uyğun gəlirmi? Yəni, bir məşğələdə, məsələn, T səsini səsləndirməyi öyrədirəm, amma gəlib oraya yazıram ki, 1-dən 3-ə qədər sayır. Bu T səsinin öyrədilməsinə aid bir məqsəddir? Yox. Yəni, ona uyğun olmalıdır o biri altdan gələn məqsədlərdə. Və bir məşğələdə də müəllimlər maksimum 3 məqsəd olur. Bəzən 4-də götürürlər, amma o çoxdur da, yəni o qədər sadə olmalıdır. Və bir də o məqsədləri yazarkən də bir şey də unutmayın, onu da qeyd edin özünüz üçün. O yazacağımız 3 dənə məqsəd var bir məşğələ üçün. Onlardan biri mütləq çox sadə olmalıdır. Biri orta, sonuncusu da mürəkkəb. Bu niyə görə belədir? Çünki bir qrupda həm zəif uşaqlar var, həm orta belə uşaqlar var, həm də çox güclü uşaqlar olur da, hamısı bir-birinə oxşamır, axı fərqli olur. Ona görə də hərəsi üçün ayrıca, hətta test imtahanları keçirirlər. Məsələn, abituriyentlərin qəbulu olsun, istənilən test imtahanı ilə sertifikasiya olsun. Orada görürsünüz ki, sualların bir neçəsi sadə olur, bir neçəsi orta, bəzisi mürəkkəb, bəzisi çox daha mürəkkəb. Bunu ona görə eləyirlər ki, hər belə namizədə uyğun bir sual quruluşu orada olsun. Bu çox vacibdir. O da o əlaqəni qurmaq üçün vacibdir. Relevant olması üçün, bax, ona görə eləyirlər bunu. Time bound-dakı əlimdə cəmi 20 dəqiqəlik bir məşğələm var. Bunu həmin zaman daxilində həyata keçirməliyəm. Yəni, alt standart 1 il ərzində gedir. Mən onu bölürəm kiçik təlim nəticələrinə. Həmin təlim nəticələrini yazıram məşğələmə. Məşğələmdə də sadə-sadə, yavaş-yavaş, bir il ərzində ta ki o alt standartın içindəki bütün məsələlər reallaşana qədər işimi görürəm. Yəni, o alt standartı eləmək üçün, həyata keçirmək üçün onu xırda təlim məqsədlərinə bölüb, sadə-sadə təlim nəticələrinə bölüb, yavaş-yavaş, məşğələdən məşğələyə bir il ərzində işimi görürəm. Bax, belə. Sonra, uşaq qaşıqdan düzgün istifadə etməyi bacarır demək, məsələn, təlim nəticəsidir də. Yəni, yeməyi yerə tökmədən edir. Və gəlin müəllimlər belə eləyək. Bura bir qeyd qoymuşdum. Gəlin elə bunu sizinlə birlikdə burada eləyək. Ki, sizin üçün tam yadda qalan olsun ki, bu smart təlim nəticəsi nə deməkdir? Müəllimlər o qədər səhv eləyirlər bu mövzuda, o qədər səhv, yanlış düşüncədədirlər. Mən çox təəssüf edirəm, yəni o şeyləri görəndə. Ümid edirəm ki, sizin üçün sadə, yəni bu izah işinizə çox yar. Bu əslində çox sadə bir şeydir, amma o qədər belə mürəkkəbləşdirib, o qədər belə bir, necə deyim də, qeyri-adi bir şey kimi təqdim edirlər ki, bu smartı. Deməli belə. Baxın,
Alt standartımıza qayıdaq, elə o verdiyim nümunəyə. Bir diqqətlə bura baxın müəllimlər. Buranı çox diqqətlə dinləyin. Masa arxasında ümumi qaydalara, yemək dəstlərindən, qaşıqdan istifadə etmək, ağzını, əllərini salfetlə silmək kimi vərdişlərə əməl eləyir. Yəni, buradan bir təlim nəticəsi çıxardırıq ki, uşaq qaşıqdan düzgün istifadə etməyi bacarır, sadə. İndi gəlin bunun əsasında daha sadə smart təlim məqsədləri çıxaraq birlikdə. Nə var içində? Bax, alt standartın. Deyir ki, deməli, baxaq. Yemək dəstlərindən qaşıqdan istifadə etmək, ağzına... Baxın, bir məşğələ üçün yazıram bunları. Bir məşğələ üçün. Bax, 20 dəqiqəlik. 20 dəqiqəlik smart məqsədlər. Smart məqsədlər. Nədir? Yazıram. Qaşıqdan düzgün istifadə edir. 20 dəqiqədə öyrədə bilərik müəllimlər bunu uşağa. Bəli, müəyyən qədər istifadə öyrədə bilərik. Düzgün istifadə. Lap bir məşğələdə olmasın, bir neçə məşğələdə eləyək. Qaşıqdan düzgün istifadə edir. Bir smart məqsəddir. Neynir? Düzgün istifadə edir. Nədən? Qaşıqdan. Faktiki müşahidə edib görürük ki, istifadə edir ya yox. Alt standartın içindən çıxan bir məsələdir. Düzdürmü? Bu bir. Sonra baxaq burada ikincisinə. Nə verib burada? Deyir ki, yeməyi tökmədən, ağzına əllərini sal. Yeməyi yerə tökmədən yeyir. Bu iki. Yeməyi yerə tökmədən yeyir. Bəli. Yemək zamanı səliqəli davranır. Bax, bir bu. Səliqəli davranır. Bunu qeyd edə bilərik. Sonra bir başqa smart nəticəyə qeyd edək. Salfetka ilə bağlı bir şey var idi orada. Əllərini salfetlə silmək. Yeməkdən sonra əllərini salfetlə silir. Salfetlə silir. Baxın. Sadə. Ölçülə biləndir. Baxırıq ki, yeməkdən sonra əllərini salfetlə silir. Sonra smartda nə var idi? Mövzu ilə əlaqəli idi, alt standarta uyğun idi. Uşağın nail ola biləcəyi səviyyədədir, əlini salfetka ilə silmək. Nail ola biləcəyi səviyyədədir. Konkretdir, aydındır. Deməli, nədir? Bu məqsədlərimiz smartdır, müəllimlər. Bax, bu qədər sadə. İndi, baxın, burada sizin üçün mən 5 yaşlıların kitabından, metodik tövsiyə kitabından dövlətin verdiyi elə nəticələri də qoymuşam. Baxın bura. Deyir ki, təlim məqsədinin müəyyənləşdirilməsinin izahı üçün bu məktəbə hazırlıq qrupudur. Mənim oğlum da məktəbə hazırlıq qrupunda oxuyur. Allah bütün övladları saxlasın. Yəqin sizin də nəvələriniz var, övladlarınız var. Allah bütün övladları qorusun. Deməli, onların kitabından belə bir şey var ki, məsələn, səsləri keçirlər də, səslərlə tanış olurlar 5 yaşlılar qrupunda. Belə bir alt standart var. Deyir ki, verilən səs üzrə sözləri eşidir. Alt standarta baxın, nə genişdir. 1 il ərzində eləyirik bunu uşaq. Verilən səs üzrə sözləri seçir. Səslərdən hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur. Bunu uşaq bir dərsdə eləyə bilər. Mümkün deyil. Hələ bir səsləri keçməlidir, hələ bir hərfləri tanımalıdır. Uzun bir proses var burada. İndi mövzu gəlir məktəbə hazırlıq qrupunda, 5 yaşlılar qrupunda. T səsi və hərfi mövzusu. Traktor mövzusunda bir müsahibə mövzu idi orada. Məqsədlər yazıb, bax, dövlət. Deyir ki, traktor haqqında danışır. Bir dərsdə danışa bilər, bir məşğələdə danışa bilər. Demək ki, bu məqsəd nədir? Smartdır. Nə gözəl. T səsini və hərfini fərqləndirir. Deyir ki, səsləyəndə T olur, yazanda olur hərf T. Səslə deyəndə səs T, yazanda olur hərf T. Fərqləndir, nə gözəl. Bunu da eləyir. Bax, 4 dənə məqsəd veriblər bir dərs üçün. Bu kifayət qədər normaldır. T səsi ilə olan hecalar və sözlər söylüyür. Tələ, nə bilim, tar.
Orada kitablarında belə şeylər var idi. Tala. Məsələn, oxuyuruq uşaqlar orada. Tala. Bax, bu bir hecadır, bir sözlərdir, bir məqsəddir. Sözlərdən sonra cümlələr qurur. Hə, şifahi ola bilər. Ha, bu artıq biraz daha baxın, sonuncusu biraz daha güclü uşaqlar üçündür. T səsi də biraz daha güclü uşaqlar üçündür. Traktor haqqında ən sadə bir məqsəddir. T səsini hərfini fərqləndirmək də biraz sadədir. Məsələn, bir sinifdə müxtəlif cür uşaqlar olur da, zəif deməyək də, yəni belə fərqli olurlar. Diferensial yanaşma olmalıdır da, dediyimiz fərqli yanaşma. Və tərbiyəçi müəllim təlim məqsədini elə müəyyən etməlidir ki, məşğələ prosesində onun reallaşmasını təmin etmək mümkün olsun. Deməli, müəllimlər belə. Bax, mənim əsas izahım buraya qədər idi. İndi burada bax, PDF-in sonunda ümumi inkişaf və təlim nəticələri. Bizim kurikulum sənədimizdə də var. Məktəbə qədər təhsil pilləsinin sonunda uşağın yiyələnməli olduğu bütün bilik və bacarıqları verib. Deməli, belə müəllim. Baxın, burada həmin təlim nəticələrinin hamısını mən bir götürmüşəm sizin üçün burada. Orada düzdür kitabda, bax bu hissə yox idi. Məsələn, nədir? İzahı yoxdur. Elə verib gedib də üstündən. Başa düşürsünüz, açması yoxdur. Mən onların açmasını bura əlavə eləmişəm ki, məsələn, bu nə deməkdir? Uşaq məktəbə qədər təhsilin sonunda hansı bacarıqlara yiyələnməlidir? Hamısının bir-bir açmasını sadə dillə bax, bura vermişəm. Mən indi, məsələn, bunları sizin üçün bir-bir oxuya da bilərəm burada. Amma düşünürəm ki, bunu siz özünüz sakit bir vaxtda oxusanız, bu dərsin sonunda, özünüz bu PDF-dən oxusanız, çox daha məqsədə uyğundur. Yəni, mənim onu belə oxumağım o qədər vacib deyil, əsas sizin oxumağınızdır. Çünki sadələşdirmişəm, çox rahatdır, yadda qalandır. Və burada həmin təlim nəticələrini, yəni ümumi inkişaf və təlim nəticəsi o deməkdir ki, müəllimlər. Yəni, o məktəbə qədər təhsil dövründə uşağın ümumiyyətlə başdan axıra yiyələnəcəyi ümumi təlim nəticələri də, yəni ümumiləşdirilmiş. Bu o deməkdir, bax, bura verdiklərim hamısı. Burada da eynisinin ardınca cədvəli gedir. Burada da cədvəlləşdirmişəm. Cədvəl şəklində mən bilirəm ki, tərbiyəçi müəllimlər üçün çox rahat olurdu. Elə sizlər üçün də çox rahat olacaq. Bax, cədvəllə baxıb, bir-bir nümunələrlə yadda saxlamaq. Sonra gəlir müəllimlər məktəbə qədər təhsil kurikulumu sənədində inkişaf sahələri və ona aid təlim nəticələri. Hər bir inkişaf sahəsinin o sənəddə var, açıb baxacaqsınız. Özünün təlim nəticələri var. Baxın, hamısı. Amma orada biraz qəliz deməzdim mən, amma biraz belə daha biraz əlavə izahata ehtiyacı var da. Hamısını bir-bir sadələşdirmişəm. Bax, 4 inkişaf sahəsinin 4-ünü də. Baxın, gəlir. Axıra qədər, müəllimlər, axıra qədər. Bu dərsdən sonra PDF-i sizə yollayacağım. Onu oxuyun. Yaxşı mı?